Bir nəfər deyirdi ki, mən bir nəfərlə bir ünsiyyətim oldu. Salam mələk, bir dostluq, bir karyeramız oldu. Məsləhət bu idi ki, onu səbr eləyəydim və dözdüm. İllər dözdüm, ilahi məsləhət o idi. Sonra o məsələ bitdi, ondan uzaqlaşdım. Həmişə deyir, o zehnimdə qalmışdı ki, filan kəs mənim çətin günlərim idi də. Amma bir vaxt deyib, neçə illərin sonra ayıldım ki, Allah oradan sonra mənə bir dost verib. Ondan sonra mənə bir dost verib. Və mən o dostu görmürəm, o Allah dostunu görmürəm. Bunu görürəm. Və başa düşdüm ki, Allah Teala buyurdu, məsələn, mənə başa salsın ki, bəşər, sən o qədər ki, çətinliklərə düşmüşdün, səbr elədin, onun müqabilində sənə görə nə verdim? Elə bir şəxs verdim, elə bir dost verdim, sənə kömək edir, sənə yardır, sənə yol göstərir, sənə əlindən tutur, sənə daduva yetişir, çətinlikləri sənin yanında. Sən bunu görmürsən, onu görürsən. Bu insan psixologiyası. Çətinlikləri görür, o çətinliklərdən necə çıxıb, Allah onu necə çıxardıb onu görmür.